Həftə sonu havaların həddindən artıq isti keçməsi səbəbindən insanlar sərinləmək üçün su hövzələrinə üz tutub. Elə ötən gün bir neçə uşaq sərinləmək məqsədi ilə parklardan birindəki fəvvarədə çimiblər. Elə görüntülər sosial şəbəkələrdə yayılıb və qınağa səbəb olub. Belə olan halda sual yaranır. Fəvvarələr çimmək üçün nə qədər təhlükəsizdir? Mövzunu əməkdaşımız Ağca Ələsgərli araşdırıb, izləyək. Ötən gün havanın isti olmasını fürsət bilən bəzi uşaqlar sərinləmək üçün qış parkındakı bu fəvvarəyə girərək çimiblər. Lakin onların bu cür davranışları narahatlıq doğurur. Çünki fəvvarələr çimmək üçün nəzərdə tutulmayıb. Həm suyun gigiyenik vəziyyəti, həm də təhlükəsizlik baxımından qeyd edeyim ki, uşaqların atdığı bu addımlar onların həyatı üçün risk yarada bilər. Hadisə ətrafdakı insanların diqqətini çəkib və onlar bu görüntüləri telefonla lent alıblar. Lakin uşaqların bu davranışı vətəndaşların narazılığına səbəb olub. Təhlükəsizlik baxımından doğrudur. Üstəgəl də ki, bu fəvvarələri heç də təmiz görmürəm. Çox gec-gec təmizlənir suları. Ən böyük məsuliyyət valideynlərdədir. Yəni bir valideyn oturur, görürəm, skamyada oturur, telefonla danışır, amma uşaq fəvvarənin qırağında qaçır, içinə girir, əlini salır. Top vura bilər olar. İnfeksiya var, çimməyə yer var da, dəniz var. Orada bu çimməyə yeri deyil ki, valideyn başa salmalıdır, olmaz. Çəkiliş apardığımız parkda fəvvarəyə nəzarət edən şəxsə yaxınlaşaraq soruşduq ki, uşaqlara fəvvarədə çimməyə niyə icazə verirsiniz? Cavab isə belə oldu. Hər dəfə tapşırıq verirsiniz. Bəli, olmaz. Çünki çıxırlar, onlar üstə toxdur, lampiskalar var, orada torbalar var, əgillər, tökürlər. Biz təzədən girib düzəlməliyik onu. Olmaz. Deyirik ki, gedir valideynin gətirirlər, burada başlayıb spor. Tok vurma ehtimalı vardır. Götürmək vurmur. Kabulda tokdur hamısı. Fəvvarələrdən istifadənin təhlükəli olmasını təsbit edən bir sıra texniki təhlükəsizlik aspektləri var ki, bunlardan biri fəvvarələrin alt hissəsindən yüksək gərginlikli elektrik naqillərinin keçməsidir. Belə ki, suyun yüksək elektrik keçiricilik qabiliyyəti olduğuna görə elektrik hər hansısa bir sızması mövcud olarsa, birbaşa su ilə təmas edərək orada çimən uşaqların həyatına təhlükə yarada bilər. Fəvvarələrin suyunun təmizlənməsi və dezinfeksiyası üçün xlor əsaslı vasitələrdən istifadə edilir. Düzgün dozada tətbiq olunmadıqda bu kimyəvi maddələr insan və heyvanlar üçün təhlükəli ola bilər. Həddindən artıq xlor və ya kimyəvi qatqı dəridə qıcıqlanma, gözlərdə yanma, tənəffüs yollarında problemlər və zəhərlənməyə səbəb ola bilər. Ağca Ələsgərli, Pərviz Əliyev, ATV Xəbər.